Salam, bu günlərim dəyərsizlik hissi necə yaranır, ondan danışmaq istəyirəm. Baxın, elə təsəvvür eləyin ki, dünyaya bir uşaq gəlir və bu dünyaya gələn uşağın ətrafında evdə nə qədər adam var, dolanır. Və evdə nə qədər adam var, onun istədiyini verir, onu razı salmağa çalışır və uşağın beynində belə bir şey formalaşır ki, insanlar dünya mənim istədiyimi mənə verməlidir. Amma təbii ki, belə davam eləmir. Getdikcə sənə yox deyilir, getdikcə sənin istəklərin tam yerinə yetirilə bilmir və biz bunu belə algılayırıq. Mən sevilmədim, amma mən sevilməli idim. Yəni onun belə bir gözləntisi var. Güvən axtarışında olan, çünki o güvənli bir yerdən gəlib, yəni ana bətni çox güvənilir yerdir, onun istədiyi zamanda hər şey ona ötürülübdür və s. Və o dünyaya gələrkən beynində olan o güvən axtarışının qırılması ilə başlayır əslində bu dünyada yaşamı. Və baxır ki, o qədər də güvənli deyil. Yəni bunun anladığı və bunun gözləntiləri onun ilkin dünyaya gələrkən verilən şeylər getdikcə verilməməyə başlayır və ona sərhədlər qoyulur, müəyyən dərəcədə yoxlar deyilir və s. Və beləliklə insan ilk dünyaya gələndən ötə başlayır onunla kiçik narsizmi. Axı dünyaya gələrkən hər kəs, hər tərəf, bütün nəsil kökü onun ətrafında fırlanır və birdən bunlar yavaş-yavaş sərhəddə çevrilir və yoxa çevrilir və bu insan beyni üçün şemaların, dəyərsizlik şemasının yaranmasının ilkin mərhələsidir ki, yəni mənim istədiyim olmadı və belə bir gözləntisi var ki, mənim istədiyim olmalıdır. Və sonra bizdə bu yaranan dəyərsizlik şeması, dəyərsizlik yarasını biz başlayırıq insanlardan gözlənti halında onun sakinləşməsini istəyirik. Deyirik ki, yəni mənim dəyərsizliyimi sən həll eləməlisən. Anaya, ataya və yaxud da ki, evlada və yaxud da ki, sevgilimizə. Bunu başlayırıq ötürməyə partnyorumuzdan. Gözləntilərimiz olur. Deyirik ki, sən mənim gözləntilərimi qarşılamalısan, yoxsa mən özümü dəyərsiz hiss edəcəm və bu da təbii ki, konfliktə gedib aparır bizi. Xüsusilə də uşaqlarımızla. Uşaqlarımızda valideynin dəyərsizlik hisslərini daha çox analar uşaqlarından, atalar da uşaqlarından gözləyirlər ki, yəni sən mənim yaxşı dərs oxumağımdan məni aktuallaşdırmalısan. Sən yaxşı işlər görməlisən ki, mən özümü dəyərli hiss edim. Sən yaxşı başarılar əldə eləməlisən ki, mən özümü dəyərli hiss edim. Amma sistem belə getmir. Ona görə də biz onun uşaqların hər hansı bir mənfi davranışı deyək və ya vərdişi deyək, özünlə bağlı olan, özünün temperamentindən bağlı olan, özünün qayğıları ilə bağlı olan, uşaq həyatı ilə yaşadığı şeyləri əgər biz öz yaramızı incilmiş halda görürüksə, bu bizim uşaqlarımızla çox ciddi konfliktə gətirib çıxardır. Və bu konfliktdə biz nə edirik? Başlayırıq bu konfliktdə onu düzəltməyə çalışmağa. Ən böyük səhvlərimizdən biri odur ki, biz başlayırıq qarşı tərəfi düzəltməyə çalışmaq, fərqində olmuruq. Ona görə də Carl Jung deyir ki, sən nə seyr edirsənsə, bunlar sənin şuur altından gələn sənə yansımalardır. Yəni sənə bir xəbər verir. Əslində bütün proseslərə biz o dəyərli olma istəyi ilə baxırıq. Dəyərli olmalıyam, dəyərli, məni dəyərli eləməlisən, hər kəs məni dəyərli hiss etdirməlidir. Xeyr, heç kimin bizi dəyərli hiss etməyə borcu yoxdur. Biz bir dənə bu nöqtədə özümüzü anlaya bilsək ki, dünyaya gətirdiyimiz uşaqlar belə bizi dəyərli hiss etmək borcları yoxdur. Biz onda daha yaxşı başa düşəcəyik həyatı. Çünki dünyaya gələn uşaqların belə bir vəzifəsi yoxdur. Bizim necə ki, belə bir vəzifəmiz yoxdur ki, valideynləri dəyərli hiss etdirməyə. Halbuki bu valideynlər tərəfindən bizə ötürülə bilir bəzi hallarda ki, yəni davamlı anasının anası olmağa çalışan, davamlı anasının istəklərini eləməyə çalışan, onu xoşbəxt etməyə çalışan insanlar var. Bunlar doğru deyildir. Biz bunu niyə eləyirik? Biz bunu valideynlərimizin o dəyərsizlik yarasını sağaltmağa çalışdığımız üçün edirik. O dəyərsizlik yarası valideynlər tərəfindən bizə ötürüləndir. Ona görə də bizim reaksiyalarımız çox vaxt bizim atamızın, anamızın bizə ötürdüyü reaksiyalardır. Belə bir söz var, deyir ki, siz atanızın reaksiyalarına
Baxın, yəni siz birinci öz reaksiyalarınıza baxın, sonra atanızın reaksiyalarına baxın. Görün siz onu ondan mı aldınız, yoxsa atanız mı öz atasından alıbdımı? Yəni bu belə nəsil şəklində bir-birinə miras olaraq ötürülür, köçürülür miras olaraq. Bu nöqtədə biz baxmalıyıq ki, bizim o dəyərsizlik yaramızı biz haralarda, bəlkə də kiminsə yaranmaq üçün hansısa bir cəmiyyətdə, hansısa bir quruma, hansısa bir qruplarda özümüzü aktuallaşdırmaq üçün biz bu dəyərsizlik yaramızı qəbul edilmək üçün istifadə eləmişik. Çünki orada dəyərli hiss eləmişik. Çox olur bu gənc vaxtlarında hər hansı bir qruplara daxil olma istəyi və yaxud da dini qruplara daxil olub orada özümüzü aktuallaşdırmaq istəyirik. Çünki orada dəyərli hiss edirik. Valideynlərimizdən ala bilmədiyimiz hissi orada bir qəbul edilmə ehtiyacı var o cəmiyyət tərəfindən və o cəmiyyət tərəfindən qəbul edildiyimizi hiss elədikcə biz özümüzü dəyərli hiss edirik. Amma o da deyil, yəni çünki sənin dəyərsizlik yaranı sən sadəcə özünü istifadə elətdirərək, öz dəyərlərini tam anlamadan, öz dəyərlərini tam o insan kimi, şəxsiyyət kimi tam özünü formalaşdırmadığın üçün, tam fərqindəliklərin formalaşmadığı üçün sən o dəyərsizlik yaranı orada tapa bilmədin, burada tapa bilmədin. İndi bu cəmiyyədə, indi bu qrupda, indi bu yoldaşlıqda deyib onların istədiklərini itaət adı altında ya tamam nə deyirlər eləyim, yəni çünki burada mutluyam zənni edirsən, ya nə istəyirlər eləyim, nə deyirlər eləyim və onlar təqdir eləyir səni, alqışlayırlar sənə və bu alqışı bir sevgi və o dəyərsizlik yarasının örtülməsi olaraq görüb başqa bir donlar geyindirə bilirsən, məntiqləşdirə bilirsən. Aha, yəni bu biraz da müqəddəslik donu geyindirilirsə, bu sənə daha da xoş gəlir və sən bir ömrü fəda eləmiş olursan. Çox təəssüf belə nüanslarda. Burada çox diqqətli olmaq lazımdır. Dəyərli olmaq zaten bizim varlığımızda vardır. Dəyərli olmaq zaten bizim dünyaya gələrkən bir canlı olaraq, insan olaraq dünyaya gəlişimizdə vardır. Bəlkə də həyatın anlamı elə bizim bu dəyərsizlik yaralarımızı sağaldaraq əslində nə qədər dəyərli olduğumuzu və bizim ətrafımızda anamızın, atamızın belə bizi yaradılan qədər dəyərli edə bilməyəcəyini, çünki zaten o qədər dəyərli yaranmışıq ki, heç kimin bizə sevgisi o dəyərli yaradılandan üstün ola bilməz. Yəni sən bunun üçün hansısa qurumda, hansısa cəmiyyənin ideologiyasını daşıyaraq, hansısa qrupun ideologiyasını daşıyaraq, hansısa insanların yanında olaraq sən zaten onsuz da dəyərli olmayacaqsan. Bunlardan çıxaraq insan münasibətlərini qurarıqsa, bunlardan çıxaraq özümüzü daha rahat, daha dəyərli olmaq üçün bir şeylər etməmək, amma zaten insan olduğun üçün bir şeylər edib, insan olduğun üçün o şeyləri, o insanlığı eləyib, bu daha insana uzun müddətli bir huzur və uzun müddətli bir xoşbəxtlik verir. Nəinki orada çabalamaq. Çabaladıqca insan batır. Çabaladıqca bilirsiniz nəyə bənzəyir? Bataqlıqda qurtarmağa çalışarkən zaten bataqlığın ən dibinə gedirsən. Yəni sən hər harda olursan ol, daha dəyərli olmağa çalışdıqca və bunun üçün bir şeylər eləməyə çalışdıqca sən dəyərli olum, dəyərli hiss edim, orada özümü yaxşı hiss edim, burada özümü yaxşı hiss edim dedikcə daha da dibə gedirsən. Və dibə getdikcə insan münasibətlərinin ən pisi odur ki, sənin dünyaya gətirdiyin uşaqlarla münasibətin korlanır. Yəni orada savaşa girirsən. Savaşa girdikcə də biz işin içindən çıxmaz bir hala gəlmiş oluruq. Beləliklə mən dəyərli necə olur ki, dəyərsizlik şemamız yaranır və şemalar o qədər dərin bir mövzudur ki, biz şemalarımızı davamlı qoruyuruq. Şemalar yarandısa, onun müdafiə mexanizmi ondan güclü yaranır və deyir ki, mənim sxemim budur. Və biz yaşadığımız hadisələri o sxemə uyğunlaşdırırıq. Necə? Məsələn, biri sizə salam vermədisə, deyək ki, bəlkə gözlərində zəiflik var, salam verməyibdi, amma sizə dəyərsizlik şeması varsa, siz onu məni saymadı, mənə dəyər vermədi kimi algılayırsınız. Çöldəki hadisəni sən öz şemana uyğunlaşdırırsan və o deyir ki, okey, şemanı indi mən təsdiqlədim, super, əla. Yəni artıq sənin dəyərsizlik şeman vardır və sən bunu ona uyğunlaşdırdın. Nə gözəl.
və sən ondan başlayırsan o duyğuları yaşamağa. Ona görə də biz seanslarda ən çox nə edirik? Seanslarda edirik, yəni biz bu şemaları tapırıq və şemaları çürütmə texnikaları vardır. Çürütmə texnikaları ilə elə bilin ki, bir çəkiclə götürüb o şemaları bir sındırırıq. Bu çox uzun bir prosesdir. İnsan şemaları dəyişmir. Sadəcə onun fərqində olursan və biraz zəiflədirsən. O gələndə sən artıq onun harda gəldiyini, necə gəldiyini görüb onun səni ələ keçirməsinə izin vermirsən. Yəni bu səfər şaman tərəfindən yönləndirilmirsən, sən şamanı yönləndirirsən. Belə ümid edirəm ki, bir faydalı oldu. Daha da fayda verməyimdən ötürü mənə motivasiya olması üçün kanalımı izləyin, paylaşın və kommentlərdə hansı mövzularda çox işləməli olduğumu, hansı mövzularda daha çox istəyirsiniz işləyim, onları bildirərsinizsə sevinərəm.